Qarabağın baş məşqçisi Qurban Qurbanovun qızı Zəhra bugün gəlin köçür. Bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Qurbanovun qızı Zəhranın oğlan toyudur. O Samir adlı bəylə evlənir. Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Qurban Qurbanov qızı Zəhraya "Sən mənim ürəyimsən" deyə bildirib. Xatırladaq ki, 2 gün əvvəl cütlüyün qız toyu baş tutub. Təbrik edirəm sənə. Allah səni xoşbəxt eləsin. Allah sənə həmişə ürəyim istədiyin kimi, sənə həm bu həyat, həm bu həyatda gözəl, xoş arzular nəsib eləsin. Mənim ürəyimsin. Bizə o sağlıq, amma ürəyim.